Salam əziz üzüm həvəskarları. Bugün sentyabrın 28-i 2025-ci ildir. Mən sizləri yenidən alballıqdan salamlayıram. Uzun müddət yay boyu mən sizi bu sözlərlə öz bağımda yetişdirdiyim xaricdən gətirilmiş üzüm sortları ilə tanış etdim. Bir daha abunəçilərimə öz təşəkkürümü bildirirəm ki, məni dəstəkləyiblər bu videolarımda və çoxlu sorğularını göndəriblər. Mən istədim bugünkü gündə sizlərlə yaxından tanış olum. Siz həmişə mənim səsimi eşidirdiniz, indi də məni görmək şansınız yaranıbdır. Adım Fuaddır, soyadım Məmmədovdur. Özüm Alballıqda yaşayıram. Uzun müddətdir ki, bu bağçılıqla məşğul oluram və son illərdə öz fikrimi üzümçülüyə yönəltmişəm. Doğrudan da çox gözəl bir deməli bir yoldur. Yəni üzümçülük həqiqətən də insanların rəğbətini qazanmış bir sahədir. Üzüm sevərlərin sayı bilirəm ki, çoxdur. Necə ki, özüm varam. Ona görə müşahidələrimdən gördüyüm kimi də izləyicilərim daima artmaqdadır. Hansılara ki, öz böyük təşəkkürümü çatdırmaq istəyirəm bugünkü gündə. Yəni göstərdiyim videoların nəticəsi olaraq nə məqsədlə bunları yaydığımı da sizə aydınlıq gətirmək istəyirəm. Doğrudan da üzümçülük geniş bir sahədir və daima inkişafdadır. Bugünkü günə artıq 10 minlərlə üzüm sortu mövcuddur dünyada. Mənim də məqsədim Azərbaycanda bu üzüm sortlarını bacardığım qədər təbliğ və təşviq etməkdir. Yəni insanların video izləməyindən aydın olur ki, onlar bu sahəyə böyük maraq göstərirlər. Bizim öz yerli sortlarımız çox gözəl sort olmaqlarına baxmayaraq, xaricdən gətirilmiş sortlar da özünə uyğun çox gözəl dad və görkəm olaraq insanları cəlb edir. Ona görə də belə qərara gəldim ki, sizlərlə bu üzüm növlərini bölüşüm və sizin də marağınızı bu üzüm sortlarına yönəldim. Bugünkü gündə bağımda 120-yə yaxın və ondan da artıq üzüm sortu mövcuddur. Mən sizə göstərdiyim üzüm sortları bu il bəhrə vermiş tincilərdir. Çoxsunun da hələ bəhrəsi yoxdur. İnşallah ki, məni izləməyə davam etsəniz, genel ildə yeni sortlarla tanış olmağa davam edəcək. Uzun müddət bu sahədə çalışdığıma görə bu işin xırdalıqlarına qədər bələdəm və sizin suallarınızı, təmənnasız olaraq suallarınıza cavab verə bilərəm və hər bir köməkliyi edə bilərəm. Yox, əgərlərim ki, siz öz sahənizdə də mənim əməyimdən istifadə etmək istərsəniz, burada indi telefon nömrəmi qoyacağım və çoxları da onu bilirlər. Qışda müraciət edə bilərsiniz və sizin də sahədə bizə bir gözəlliyi yaratmağa nail olaraq sizin köməyinizlə. Bundan əlavə, göstərdiyim videolardakı üzüm sortlarının tincləri mövcuddur. Yəni, onlardan seçib, əldə edib öz sahənizdə yetişdirə bilərsiniz. Onlar hal-hazırda dibçəkdədirlər və dibçəkdə olduğuna görə hər zaman əkmək olar onları. Bundan əlavə, torpaqda hal-hazırda olan üzüm tinclər də var, çox illik tinclərdir. Onları da qışda əldə edə bilərsiniz. Qiymətlər münasibdir. Hər
Hər sortun öz qiyməti vardır. Onu da əlavə olaraq WhatsApp vasitəsilə, yəni əlaqə saxladıb bu suallara aydınlıq gətirə bilərik. Diqqətinizə görə bir daha təşəkkür edirəm. Mənim kanalımı izləməkdə davam edin ki, gələn il yeni sortlarla tanış ola biləsiniz. Sağ olunuz, diqqətinizə görə minnətdarım.